sözüdür. İlham Əliyev, özü Azərbaycan ordusunun ali baş komandanı adlandırırsan. Azərbaycan ordusunun ehtiyatda olan zabiti bugün sənin məmurların tərəfindən şərlənərək həbs edilirsə, bu Azərbaycan ordusunun ali baş komandanı üçün utanç vericidir. Tərtər soyqırımına əgər ədalət verilmirsə, bu qəbul edilməzdir. Rza bəy Səfərsoyu kimlər şərləyib həbs edibdir? O kəslər şərləyib həbs edibdir ki, o kəslər hər hansısa bir imtiyazdan istifadə edibdir, rüşvət veribdir, qohum hesabına, dayday hesabına vəzifələri tutubdur. Və müəyyən bir mövqeyə gəlib çatıblar. Kabinetdə əyləşə-əyləşə mayor olurlar, polkovnik olurlar, general olurlar. Rza bəy Səfərsoy isə Azərbaycan ərazi bütövlüyünün uğrunda döyüşərək medallar alıbdır. Ön cəbhədə can sağlığını qurban edərək ikinci qrup hərbi əlil olubdur. Rza bəy Səfərsoy heç kimə rüşvət verib medal almayıbdır. Heç kimə rüşvət verib rütbə almayıbdır. Hər nə qazanıbsa alın təri ilə, zəhməti ilə, canı qanı bahasına qazanıbdır. Ancaq bu günləri Daxili İşlər Nazirliyində olan dırnaqarası polis əməkdaşları Rza bəy Səfərsoyun evinə hücum edir. Rza bəy Səfərsoyu qadını ilə təhdid edir. Bugün Petensional Xidmətin bəzi əməkdaşları Rza bəy Səfərsoyun cəza çəkdiyi müəssisədə Rza bəy Səfərsoya qarşı təxribat törətməyə çalışırlar. Yekəxana da deyir ki, mən mayoram. Mən isə buradan deyirəm, sən mayor rütbəsini Qarabağdakı döyüşlərimə görə mi almısan? Ata-baba yurdu işğaldan azad eləmək üçün mi almısan mayor rütbəsini? Və bildirirəm, Rza bəy Səfərsoyun başından bir tük əskik olarsa, buna görə Rza bəy Səfərsoyu şərlətdirərək həbs etdirən İlham Əliyev rejimi cavabdehdir. Bəzi dırnaqarası insanlar ki var, müəyyən imtiyazlardan istifadə edərək, rüşvət verərək vəzifə tutublar, vəzifələrdə yüksəliblər. Qarabağ uğrunda döyüşdə olmayan, fərarilik eləyənlər bu günləri mayor olublar, general olublar, veteran olublar. Və gerçəkdən də Azərbaycan ərazi bütövlüyündə döyüşən, can sağlığını qurban verən Qarabağ qazilərinə qarşı düşmənçilik mövqeyi sərgiləyirlər. Qarabağ qazilərini intihar həddinə çatdırırlar. 150-dən çox Qarabağ qazisi məmurların laqeydliyi, bicanəliyi, zalımlığı ucbatından intihar etdi. Bugün də o dırnaqarası vəzifədə olan belə şeyləşlər Rza bəy Səfərsoya qarşı hansısa bir addımlar atırlar. Buradan İlham Əliyev sənə səslənirəm. Rza bəy Səfərsoyun ailəsinə və özünə qarşı edilmiş qanunsuz əməllərə görə bu əməlləri törədən polis əməkdaşları qanun çərçivəsində cəzası alınmalıdır. O cür vəhşiliyi törətmək üçün kim göstəriş vermişdirsə, hansı səlahiyyətli nazirmi, prezident aparatında əyləşənmi göstəriş vermişdirsə, cəzasını almalıdır. Əgər bu hal-hazırki hakimiyyətin dövründə mümkün olmasa belə, beynəlxalq təşkilatlar səviyyəsində bu mümkün olacaqdır. Rza bəy Səfərsoyun həbsində rolu olan hər kəsin adları məhkəmə qərarlarında var. O qərarlardan adları çıxmayacaqdır. Orada adları olan hər kəs bilsin ki,
Geci tezi Rza bəy Səfərsoy şərləyib həbs etdiklərinə görə qanunla cəzalarını alacaqlar. Və buradan səslənirəm. Rza bəy Səfərsoy günahsızdır, heç bir cinayət əməli yoxdur. Rza bəy Səfərsoy təcili olaraq azad edilməlidir. Rza bəy Səfərsoyu həbsdə saxlamaqla siz Rza bəy Səfərsoyu əhəlləşdirə bilməzsiniz. Rza bəy Səfərsoyun fəaliyyəti elə bir fəaliyyətdir ki, o islah olunmaz fəaliyyətdir. Rza bəy Səfərsoy cinayətkar deyil. Rza bəy Səfərsoy siyasi ictimai xadimdir. Beynəlxalq qanunlarla da, Azərbaycan qanunları ilə də siyasi, ictimai fəaliyyətlə məşğul olmaq cinayətkar olmaq demək deyil. Və Azərbaycan xalqına da üzümü tutub deyirəm, dəyərli xalqım, nə qədər ki, millət olaraq öz haqların uğrunda hakimiyyətə qarşı mübarizəyə qalxmayacaqsan, öz haqq və hüquqları hakimiyyətdən qanun çərçivəsində tələb etməyəcəksən, hakimiyyətin qanunsuz əməlləri davam edəcəkdir. Səni saymayacaqdır, səninlə hesablaşmayacaqdır. Ona görə də qanun çərçivəsində öz haqq və hüquqları tələb et. Sənin haqq və hüquqları tələb edən minlərlə insanların həbsdə məhv olmasına susub, laqeydlik, biganəlik göstərmə. Nicatımız birliyimizdədir. Biz bir olaraq